Elbisal müəllim, məsələn, ateistlər düşünür ki, bizim dinə ehtiyacımız yoxdur və dinsiz də biz mənəvi ola bilərik. Müşümən, problem burasındadır ki, ateist insanın əxlaqlı olması mümkündür. Amma bu əxlaqlı qalması mümkün deyil. Çünki onun əsaslandığı əxlaqın o bir bazası yoxdur. Necə əxlaqlı olması mümkündür başlanğıcda. Əxlaqa sadiq qalması həmişə mümkün deyil. Bugün məsələn götürək namus anlayışını. 40 il əvvəl bir Azərbaycanlının nəzərində namusun konturlarını cızan ayrı-ayrı anlayışlar varsa, bugün o anlayışlar başqa anlayışlarla dəyişilmişdir. Amma 1400 il əvvəl, məsəl üçün Məhəmməd Peyğəmbər, 2000 il əvvəl İsa Peyğəmbər bir şeyə, nəyə namus demişdirsə, nəyə əxlaq demişdirsə, məhz vəhyin, yəni ayələrin, müqəddəs kəlamın təsiri ilə o anlayışın konturları dəyişmir. Bu çox mühüm məsələdir. Ümumiyyətlə, namus anlayışı qalır da. Mənim yadıma gəlir 90-cı illərdə Azərbaycanda məsələn, avtomobil sürən qadınlara biraz belə baxırdılar. Sonra mobil telefonlar çıxdı dövrəyə və mobil telefon işlətməyi qadına yasaklayanlar çox idi. Amma zamanla bütün bunlara alışdılar ki, bunlar alışdılar. Məsələn, əgər 40 il əvvəl, misal üçün deyirəm, bir kişinin nəzərində qadının daha çox don geyməsi, onun namusunu təmin edən bir davranış norması idisə, bugün artıq o davranış normasından imtina olunubdur. Heç də bir qadının şalvar giyməsi bir kişinin namusuna xələl gətirən davranış hesab olunmur. Amma görürsünüzmü, 40 il əvvəl başqa bir norma namus anlayışını müəyyənləşdirirdi. Bugün tamamilə fərqli bir norma namus anlayışını formalaşdırır və əlbəttə ki, geyim insanın əxlaqından yaxud namuslu olub olmamağından birbaşa xəbər vermir. Çünki geyim bugünkü dövrdə... Amma qırmızı xəttlər yenə var. Amma yox, üzr istəyirəm. Amma İslam belə demir axı. Yox, İslamı demirəm. Mən bugünkü insanların baxışını deyirəm. Siz səmimisiniz bu fikirdə? Əlbəttə səmimiyəm. Geyim insanın əxlaqı haqqında heç bir göstərir. Qətiyyən. Nə üçün? Çünki bugünkü dövrdə geyim daha çox dəbdir. Fərdin şəxsi seçimindən daha çox pop mədəniyyətin o fərdə diktə etdiyi bir anlayışdır.